Son illər Marneolidə miqyaslı şəkildə çoxmərtəbəli yaşayış binaları tikilir. Yeni tikililərin əksəriyyəti şəhərin Rustaveli və 26 may küçələrində yerləşir. Mənzil alqı-satqısı ilə məşğul olan David Binnətov bizimlə söhbətində qeyd edir ki, tələbat əsasən 70 kvadrat metrə qədər olan qara karkaslı və aşağı mərtəbəli mənzillərədir. Qiymətlər isə müntəzəm olaraq dəyişir. Çoxmərtəbəli binalar daha çox yol kənarında tikilir ki, bu da alıcıların yeni tikilmiş və ya tikilməkdə olan mənzillərə marağını daha da artırır. Demək, 45-70 kvadrat arası olan kvadratlar daha çox tərcih olunur. Çünki həm əl çatandır, həm qiyməti daha sərfəlidir və təmiri də daha tez başa gəlir. Həm daha ucuz, həm daha tez başa gəlir. Demək, yeni tikilən binalarda qiymətlər 550-650 dollar arası, yəni ekvivalent təbii ki də lari ilə dəyişir. Tikintisi bitmiş binalarda isə yəni 600-750 dollar arası dəyişir qiymətlər. Əsasən müştərilərimiz Kvemo Kartli ərazisində yaşayan insanlardır. Onlar Dmanisidən olan, Sadaqlıdan və Bolnisi kəndlərindən olan insanlardır, amma Marneoli ərazisindən olan insanlarımız da çoxdur. Sorğuda iştirak edən əhalinin əksəriyyəti şəhərdə tikilməkdə olan mənzillərə tələbatın günbəgün artdığını, buna uyğun olaraq da qiymətlərin qalxdığını deyirlər. Amma onu da əlavə edirlər ki, Marneolidə mənzillərin qiyməti paytaxtdakından aşağıdır. Axır vaxtların Marneolidə çoxmərtəbəli binaların sayı artıbmı sizcə? Xeyli artıbdır. Yaxşıdır belə bir şeyin olmalı? Əlbəttə ki, yaxşıdır. Nəyə görə? Yaşayış üçün yaxşıdır. Pis şey deyil ki, lap gözəl. Ona görə ki, yaşayış yaxşılanır, xalq da alır da, ürük alır, pisdir. Vidi də dəyişirildi Marneolun. Çox gözəldir, baxa-baxa gəlirəm. Baxa-baxa gəlirəm, gör, bir-birindən gözəldir bu binalar. Bütün kəndlər də alır buradan. Onlar da elə yaşamaq istəyir da, şəhər fasonunda. Uşaqlar məsələ Polşadadır, Germaniyadadır, pul göndərirlər. Ondan sonra gələndə yenə burada yaşayacaqlar da. Pisdir ki, lap gözəldir. Əlbəttə ki, elədir ki, tələbat var ki, tikilir, alırlar. Çox gözəl, özə çox da qəşəng binalar tikilir, xoşa gələn. İmkanım olsa elə bu saat ikisini də mən alaram. Çox gözəl. Həm də rayonumuzun gözəlliyidir, şəhər tipli, çox gözəl olur. Yaraşıqlı tikililər, standarta uyğun olur. Vallahi yox, qiymətlər də çox da pis deyil. Başqa yerlərə baxanda, Gürcüstanın başqa yerlərə baxanda burada çox gözəl qiymətdir. Çoxmərtəbəli yaşayış binalarının sayının artması şəhərdə tez-tez nəqliyyat sıxlığı yaradır. Amma bu tikilməkdə olan binalara tələbatın artmasına mənfi təsir göstərmir.